Bugün Ağcabədi rayon Bayraq meydanında təşkil olunan əmək yarmarkası ilk baxışdan iş axtaran vətəndaşlar üçün ümid verici bir təşəbbüs kimi görünürdü. Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin məşğulluq şöbəsi istiqamətində keçirilən bu cür tədbirlərin məqsədi vətəndaşların məşğulluğunu artırmaq, işsiz insanlara real iş imkanları yaratmaqdır. Lakin yarmarkaya qatılan bir çox vətəndaş tədbirin təşkilindən narazı qaldığını bildirib. Onların sözlərinə görə illərdir vakant iş yerləri ilə bağlı aidiyyatı qurumlara müraciət olunsa da real nəticə əldə edənlərin sayı çox azdır. Tədbir zamanı meydana çoxlu insan toplaşsa da əraziyə yaxınlaşmaq hər kəs üçün mümkün olmayıb. Bildirilir ki, mühafizəçilər tərəfindən müəyyən məhdudiyyətlər tətbiq olunub və bəzi hallarda onların tanıdığı şəxslərin içəri buraxıldığı iddiaları səsləndirilib. Redaksiya rəhbəri özünü təqdim edərək jurnalist vəsiqəsini göstərsə də, yarmarkanın keçirildiyi əraziyə daxil olaraq məsul şəxslərlə görüşmək və çəkiliş aparmaq üçün icazə ala bilmədiyini qeyd edib. Nəticədə çəkilişlər kənardan aparılıb və meydanda toplaşan insanların vəziyyəti yalnız bu şəkildə lent alınıb. Qeyd etmək lazımdır ki, əmək yarmarkalarının təşkili ümumilikdə müsbət və təqdirə layiq təşəbbüsdür. Lakin belə tədbirlərin əsas məqsədi yalnız formal görüntü yaratmaq deyil, həqiqətən də iş axtaran insanlara real imkanlar təqdim etmək olmalıdır. Əks halda, böyük ümidlərlə tədbirə gələn insanların məyus olması sosial narazılığın artmasına səbəb ola bilər. Vətəndaşlar ümid edirlər ki, gələcəkdə keçiriləcək bu kimi tədbirlər daha şəffaf, əlçatan və səmərəli şəkildə təşkil olunacaq və dövlət tərəfindən ayrılan imkanlar həqiqətən də ehtiyacı olan insanlara çatacaq.